Tanınmış prodüser və aparıcı Tarix Əliyev canlı efirdə şok açıqlama verib. İki Sahil xəbər verir ki, o köhnə nəsil müğənniləri biabır idi. Onların zamanında da evli kişilərdən dünyaya uşaq gətirən sənətçilərin olduğunu bildirən Tolik, bunların geniş kütlə tərəfindən bilinməməsini sosial şəbəkələrin olmaması ilə əlaqələndirib. Tarix Əliyev isə həmin nəslin müğənnilərinin gənclərə irad tutmağa haqqı olmadığını deyib. Yox, bax, indi o vaxtın sənətkarları çıxırlar, gənclərə öyüd nəsiyyət verirlər də ki, ailə dağıtmaq olmaz. Ay nə bilim, evli kişilərlə münasibət qurmaq olmaz. Ay nə bilim, evli kişidən uşaq doğmaq olmaz. Güya indi bunlar irad bildirir. Amma siz də bilirsiniz, Zahidə xanım da bilir. Bax, bizim elə Arzu xanım da bilir. Siz də hamımızı bilirsiniz ki, bu şeylər axı o vaxtı da olub. Amma ki, əfsuslar olsun ki, o vaxtda bizim əlimizdə bir fakt yoxdur ki, biz bilirik ki, İlhamə Quliyeva ilə misal üçün, kimin illərlə davası nə üstündə olub. Yəni, özünüz də bilirsiniz də, yəni, bunu Rəngiz xanım. Bu günləri niyə biz, hər şey aşkardır deyə, deyir o, yağış yağdı, elə bir şatlaqların üstü bağlandı. Niyə böyük nəsil, balaca nəsli bu günləri tərbiyəsizlikdə, bir çox şeylərdə qınıyır? Amma özləri dediyi böyük nəsildən kim qalıb ki, hamısı dünyasını... İndi yavaş-yavaş dünyasını dəyişdilər də. Nə bilim, vallah, bilmirəm. Şəxsən məni heç kəs pis mənada bir cür başa düşməsinlər. Maraq vermir, heç kəsin haqqında danışmaq istəmirəm. Heç kəsə irad bildirmirəm. Hər kəsin öz həyatı var, öz mətbəxi var, özü bilir. Öz yerində baş verənlər, qalmaqallar. Mən ancaq hörmət sayəsində deyə bilərəm ki, sayğılı olun, özünüzdən böyüklərə hörmət eləyin. Hörmət olan yerdə hər şey olacaq. Çünki zamanla böyük sənətkar, mən çox xoşbəxtəm, həddindən artıq hər zaman deyirəm ki, mən dahi sənətkarlarla həm toylarda olmuşam, həm səhnələrdə olmuşam. Bir yolda gələ-gələ sürücüyə deyirdim ki, Mirzə Babayevi səsləndirdi, dahi sənətkarımızı, həm də dahi aktyorumuzu. Dedim, bax, mən xoşbəxtəm onunla o qədər toylara getmişəm. Özdə indi isə mənim xətrimə həmişə çox istəyib. Yəni ki, bu qədər sənətkarlara həmişə bir addım atanda mən 3 addım atmış ki, mən ondan qabaq çatdım. Çoxları var. Bəs niyə indiki sənətkarlar, indi dahi sənətkar varmı? Varmı dahi sənətkar ki, hansı ki gənclərlə efirə bir çıxsın? Bugün xalq artistləri var, deyir, mən tek çıxıram efirə. Bugün əməkdar artisti var, deyir ki, mən cavanlarla çıxmaq istəmirəm, deyir efirə. Bəs bu cavanlar nə deyəcək bu yaşlı pokoleniya? Bəs Mirzə Babayev kimi sənətkar Şövkət xanım ki, məndə kadrlar var. Ay, sağ ol. Onlar bizə o dəyəri verəndə mən necə bunlara dəyər verməyim? Siz verirsiniz, amma bugün gündəmdə olanlar vermir. Nə səbəbə? Özünüz də bilirsiniz nə səbəbə. Allahdan ucana var ki. Gənclərə istəmirlər yol versinlər öz yanlarında. Niyə? Vermirlər də.